Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitə keçirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bugün Gəncə şəhər məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. İş üzrə şahid qismində tanınan Gültən Quliyeva bildirib ki, Kamran Əsədovun köməkçisi Bəhman Hüseynli onunla əlaqə saxlayaraq məhkəməyə getməməyi təklif edib. Mənə dedi ki, məhkəməyə getməyim və hər şey yaxşı olacaq. Həmçinin Kamran Əsədov da mənə mesaj yazıb, lakin mən hər iki şəxsi tətbiq üzərindən bloklamışam. Mən Kamran Əsədova oğlumun qəbul olması üçün 15.000 manat pul vermişəm. İş alınmadı. Pulu geri qaytarıb. Kamran Əsədov ifadəyə münasibət bildirərkən qeyd edib ki, Gültən Quliyevaya zəng etməyib və hal-əhval üçün mesaj yazıb. Eyni zamanda Gültən Quliyevadan pul almayıb, pulu özləri verib. Hakim Elçin Məmmədov bildirib ki, hazırda Naftalan şəhər polis şöbəsinə Kamran Əsədov barəsində şikayət daxil olub. Araşdırma aparılır. Səhv eləmirəmsə, ibtida istintaqda Kamran müəllimin özündə bir qismən etirafı vardır, qismən etiraf vardır və məhkəmə prosesində də həmin hissədə də yəni ki, etiraf elədi. Yəni belə bir etiraf edici məlumatı var. İndi digər şahidlərin ifadəsindən ki, indi o nə məqsəddən, indi hansı hissədə, necədir biz onu araşdıracağıq da, yaxşı. 15.000 manat alınmışdı. Yəni 15.000 manat olan hissəsində yəni etiraf elədi ki, alınmışdı və geri də qaytarılmışdı. İş üzrə zərər çəkmiş şəxs qismində tanınan Dövlət İmtahan Mərkəzinin nümayəndəsi Mirzağa Yaqubzadə isə deyib ki, Gültən Quliyevanın oğlu imtahanda 2 dəfə iştirak edib. Daha sonra Gültən Quliyevanın oğlu Nihat Quliyev və Kamran Əsədovun köməkçisi Bəhman Hüseynli ifadə verərək tərəflərin suallarını cavablayıb. Məhkəmənin növbəti iclası 23 yanvara təyin edilib.